Salam, hər vaxtınız xeyir. Mən İbrahim müəllim, sizin riyaziyyat müəlliminiz. Bu video növbəti il riyaziyyat fənnindən imtahanlara hazırlanan şagirdlərimiz üçündür. Hörmətli şagirdlər, usanmadan, yorulmadan daim işləmək lazımdır ki, nəticə əldə edək. Təbii ki, nəticə əldə etmək istəyiriksə, növbəti il bu il sevilən şagirdlər kimi biz də sevilmək istəyiriksə, dayanmadan çalışmaq, işləmək lazımdır. Bir çox şagirdlərimizin riyaziyyatla bağlı problemləri var ki, müəllim, məndə səhv olur, səhvlər çox olur, alındıra bilmirəm, yaza bilmirəm. Təbii ki, səhv sizi qorxutmalı deyil. Səhvlərdən nəticə çıxarmalısınız ki, bu səhvi bir daha etməyəsiniz deyə. Riyaziyyat əlinizə qələm alaraq oturub işləməli olduğunuz bir fəndir. Yəni oxuyaraq, əzbərləyərək öyrənəcəyiniz bir şey deyil. Ona görə də mütləq şəkildə dayanmadan, davamlı olaraq riyaziyyatdan misallar, çalışmalar, məsələlər işləməlisiniz ki, növbəti il imtahan nəticəniz qəşəng əla olsun. Bunun üçün də vaxt itirmədən bizim Avqust qruplarımıza qeydiyyatına keçirsiniz və növbəti il bizimlə bərabər riyaziyyatı asan, qısa həllərlə öyrənirsiniz. Niyə biz sizin dərslərə qoşulmalıyıq deyirsinizsə, bunun üçün bizim səhifəmizi izləyərək görə bilərsiniz ki, ötən illərin nəticələri, həm bu il nəticələri və qısa həllərlə misalların izahları var. Ona görə də vaxt itirmədən tez bir şəkildə qeydiyyatdan keçin.